Şura surəsi 29-cu ayə. Ayəyə diqqətlə baxın. Allah Taala'nın nişanələrindən biri də, qüdrət nişanlarından, əzəmət nişanlarından biri də nədir? Göylərin və yerin yaradılışıdır. Və ma bəstə fihima min dabbə. Göylərin və yerin və onlarda o ikisində yaydığı canlıların yaradılışında nişanə vardır. Ayədə deyir ki, yerdə və göydə. Yəni göydə, yerdə təkcə bizdən başqa nə var? Sakinlər var. Və göylərdə də canlılar var. Bu ayə əsasən. Sonra buyurur: "Və huve ala cem'ihim iza yasha'u qadir." O istəyəndə onları bir yerə toplamağa qadirdir. İndi ikinci ayə. Ər-Rəhman surəsi. Deməli, Şura surəsinə əsasən yerdə və göylərdə canlılar var. Nə var? Canlı var. Bizi kimi canlılar var. 2. Ər-Rəhman 29-cu ayə. Göylərdə və yerdə olan hər bir kəs ondan diləyi var, istəyir, ehtiyacı var. Harada? Göylərdə və yerdə. Deməli, bu ayə əsasən göylərdə varlıqları var ki, Allahdan onların nə istəyi var. Allaha ehtiyacları var. Ər-Rəhman surəsi. 3. İsra 44. İsra surəsi 44-cü ayə. Onlar Allahı yad edirlər. 7 göy, yer, diqqətlə qulaq asın, və onlarda olan hər bir kəs. Harada olan? Onlarda. 7 göydə varlıqlar var. Onlarda olan varlıqlar var. Hər bir kəs onu pak sifətlərə mədh edir. Nəinki orada varlıqlar var göylərdə, hətta onlar da bizi kimi Allahı neynirlər? Tanıyırlar, yad edirlər. Amma sadəcə budur ki, biz onların təsbihini, onların Allahı yad eləməyini başa düşmürük yerdə və göydə olanlardan. Deməli, bu ayələrə əsasən yerdə, bizim yaşadığımız bu yerdə, o cümlədən də göylərdə varlıqlar var. Ayədə olan bəzi nöqtələri qardaşların diqqətinə çatdırırıq. Ayədə gəlmişdir fihima, Şura surəsində. Həm yerdə, həm göydə. Hər ikisində varlıqlar var. 2. Dabbə kəlməsi. Dabbə kəlməsi dəvab kəlməsinin təkidir. Dabbə canlıya deyilir və canlı kəlməsi üçün işlənir dabbə kəlməsi. Deməli, orada yaşayanlar canlıdırlar. Quran onlara nə ad qoyub? Canlıdırlar. Başqa bir nöqtə. Quran deyir, orada yaymağı və bəssə saysız hesabsızdır. Bir varlıqdır, bir bizik, bir də onlardır. Yox, bizdən əlavə göylərdə və yerdə çoxlu varlıqlar var. Saysız hesabsızdır. 3. Başqa bir nöqtə. Onların bəzisi yer üzərində yaşayır. Ərl. Bəziləri isə səmavat, göylərdə yaşayır. O cümlədən də Qur'an-ı Kərimdə məşriqlər və məğriblər ayəsi ki var və hər gün namazda oxuduğumuz Elhamdülillahi Rabbil Aləmin. Həmd sənə məxsusdur kimə? Aləmlərin Rəbbinə. Aləmlərin kəlməsinin özünü bəzi müfəssirlər deyiblər ki, o bizdən başqa da aləmlərə, dünyalara şamil ola bilər.